Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru akademik Kamal Abdullayevin anadan olmasının 75 illiyinə həsr olunan yubiley konfransı keçirilib. Konfransda universitetin rektoru Elbrus İsayev yubilyarı təbrik edərək onun elmi fəaliyyəti, dilçilik sayəsində apardığı tədqiqatlar və ədəbiyyatşünaslığa verdiyi əhəmiyyətli töhfələrdən danışıb. Qeyd olunub ki, Kamal Abdullay yalnız görkəmli yazıcı və dövlət xadimi kimi deyil, eyni zamanda ali təhsil sayəsində uzun illərdir yorulmadan çalışan təhsil təşkilatçısı kimi də tanınır. Rektor akademik Kamal Abdullaya Naxçıvan Dövlət Universitetinin fəxri fərmanını və rəsm əsəri təqdim edib. Tarix Filologiya Fakültəsinin dekanı Arif Ağalarovun moderatorluğu ilə davam edən tədbirdə yerli və xarici universitetlərin alimləri məruzələrlə çıxış ediblər. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev Kamal Abdullanın dilçilik sayəsində fəaliyyətindən ətraflı bəhs edərək onu yubiley münasibəti ilə təbrik edib. Azərbaycan Dillər Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Muxtar İmanov alimin elmi irsinin milli filologiyanın inkişafındakı rolunu vurğulayıb. Rumıniyanın Yaşa Universitetinin professoru Lyudmila Bejinaru alimin beynəlxalq elmi ədəbi mühitdə tanınmasından və onun elmi fəaliyyətinə həsr etdiyi kitabından bəhs edib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Aysim Əliyev yazıçının şeir yaradıcılığından söz açaraq nəzm nümunələrinin poetik dəyərini vurğulayıb yubilyarı özünün müəllifi olduğu poemasını hədiyyə edib. Digər məruzəçilər Kamal Abdullay yaradıcılığının müxtəlif məziyyətlərinə toxunub ona uğurlar arzulayıblar. Xalq yazıçısının elmi və bədii irsinin zənginliyi, Azərbaycan dilçiliyi, ədəbiyyatı və təhsil sistemindəki rolu xüsusi vurğulanıb. Dosent Gülxayrə Əhmədova Kamal Abdulla dramaturgiyası və teatr dili mövzusunda məlumat verib. Universitetin teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Nurbəniz Niftəliyevanın rejissorluğu ilə Kamal Abdullanın Hərdən mənə mələk də deyirlər əsəri əsasında hazırlanan eyni adlı tamaşası nümayiş olunub. Göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirən akademik tədbiri özünün Soldu nar çiçəkləri şeiri ilə yekunlaşdırıb. Xatirə şəkli çəkdirilib. Baydəm Əliyeva, xanım Rüstəmzadə, Akşin Məhərrəmov, NTV Xəbər.